Salam aleykum. Deməli burada 25 dərəcə temperaturda 250 millilitr, yəni 250 qram su götürülübdür və onun A qabına və B qabına əlavəsi var. A qabına deməli 60%, yəni 250 vurulsun 0,6. 250-ni vuraq. 250 vuraq 0,6, yəni 150 qram su. Yazıram su. 150 qram bura əlavə edilir və qalanı, yəni 250-nin 100 qramı suyu da deməli B qabına əlavə edilir. Sonra burada deyir ki, hər iki qaba deməli A duzundan x qram əlavə edirik. Yəni burada məsəl üçün həll olan olaraq x qram, burada həll olan olaraq x qram əlavə edirik. Və B qabında tədricən soyuyur və 25 dərəcə çatanda 40 qram duz çökür, minus 40. Və salam, buradan deməli biz həll olan bölünsün su və burada bərabərdir həll olan bölünsün su və x də buradan 120 tapırıq.